YouTube-da yığılmıyor. Ümumi yıxılmırda, elə ən son deyirəm. Respublikamızın əməkdar artisti Körün Kərimova ilə Leyla Camalın, Cıvat Yaxanın qızı Leylanın Mansur trendi çox olduğunu gördüm. Çünki səviyyətdə musiqi, mahnı. Necə olur bu? Çoxluq təşkil eləmir də. Çoxluq təşkil edir. Bəli. Yəni sən normal bir mahnı oxusan, Bəli. qoysan YouTube-a, yerləşdirsən YouTube-a, o tutmayacaq. Tutmayacaq, xeyr. Sınanmışam. Məncə, bax, mən istəyərəm belə mahnılar oxunulmasın deyən insanların elə özü oxumasa, Bəs mən oxumasam, həmkarlarımdan geri qalaram axı. Məni toya dəvət etməzlər, trend olmaz, YouTube-da olmaram. Bu doğrudanmı belədir, Arif alır? Təəssüf ki, var belə münasibətləri var. Müəyyən tərcümanlar var ki, hətta müğənni oxumaq istəməsə belə, içindən gəlməsə belə, elə mahnılar yazdırmağa məcbur olur tələbata görə. Yəni, bizim toylarda bayağı mahnı oxumasan, səni çağırmırlar mı? Amma bir şey deyim, biraz uzun vadəli düşünsək, əslində müğənnilərdə geri düşür məncə. Bayağı oxuyan gelir. Biraz o tərz musiqilərini ola bilər çox baxış qazansın, müəyyən məclislər olsun. Amma daha sambalı kütlə üçün işləsə, az baxış olsun, ev yox. Amma daha çox qazana bilər. Bir zaman sonra. Onlar tez qazanıb, tez bahalı maşın, tez bahalı evlər almaq istəyirlər. Yox, deyir ki, Talib Taylı əsər oxuyur ki, siz əsər oxuyursunuz. Valla mən sizi dinləyirəm, amma mahnılarınızı da sevirəm, bildiyim mahnılarınız da var. Amma siz, yox, əsər oxumur axı. Bir dəqiqə, mən burada ümumi danışım söhbət gedir, mənim oxuduğum ifadan və ya sizin oxuduğum ifadan geçmir. Siz sözlə bir dəstək verir ki, belə. Həmçinin dəstək olsun. Şimdi qayıt burada bu tonda güya ki, belə oxudur, nə oxudur. Yox, mən ümumiyyətlə görmüşəm ki, mən o yolu keçmişəm ki, mən də istəmişəm, görmüşəm, getirlərsiz. Bəzən o qədər içindən gələn mahnılar oxumuşam. Sonra yol keçib getmişəm. Bir də o tərzlər danışmaq tərz deyəndə, mən yeni gələndə əsər də oxumuşam. Ola bilər, eşitmişəm mən hamısını. Hətta bu verir.